saçı daramaq bəlgəmi aradan aparır. İmam Kazım əleyhissalam buyurur: başın tükü uzun olsa, gözün görmə qabiliyyəti zəifləyir və nuru gedir. Saçı qısaltmaq gözü işıqlandırır və onun nurunu artırır. İmam Sadiq əleyhissalama dedim ki, sənə qurban olum, bəzi vaxtlar boynumun ardının tükləri çoxalır və məni bərk narahat edir. Həzrət buyurdu: ey İshak, bilmirsənmi ki, boyunun ardının tüklərini təraş etmək gəmi aradan aparır? Başı əməkөmənçi ilə yumaq, ingə insanı baş ağrısından amanda saxlayır, yoxsulluğu uzaqlaşdırır və başı kəpəkdən təmizləyir. Ağ tükləri qoparmağın eybi yoxdur, ancaq onları kəsmək qoparmaqdan daha yaxşıdır. Rəsul Əkrəm buyurur: hər kim saç saxlayırsa, onun baxımına yaxşı diqqət yetirməlidir, əks halda onu qısaltsın. İshak İbn Əmmar deyir ki, İmam Sadiq əleyhissalam mənə buyurdu: başının tükünü dibdən qırx ki, onun çirki və onda olan canlılar azalsın, boynun möhkəmlənsin, gözlərin işıqlansın. Başqa bir rəvayətdə gəlib, bədənin rahat olsun. İbn Sinan deyir ki, İmam Sadiqdən saçı uzatmaq barədə soruşdum. Həzrət buyurdu: Məhəmmədin səhabələri tüklərini qısaldırdılar. Rəsul Əkrəm buyurur: saçı çox daramaq vəbanı uzaqlaşdırır, ruzini artırır. İmam Sadiq əleyhissalam buyurur: saçı daramaq bəlgəmi aradan aparır. İmam Sadiq Hindistanlı həkimə buyurdu: saç başın yuxarısında yerləşir, çünki onun kökündən beyinə yağlar tökülür və saçların baş tərəfi deşikdir. Buxar oradan bayıra çıxır. Beyinə daxil olan soyuqluq və istilik onunla dəf olur.